plastik cərrahiyyənin inkişafı elə belə olmadı. İnsanlar qocalmaq istəmirlər. Mən köhnə fotoğraflara baxıram, görmək olur ki, 50-ci illərdə 20 yaşlı adam belə daha yaşlı görünürdü, nəinki indi. 40 yaşında, 50 yaşında adam belə daha yaşlı görünürdü. İndi 50 yaşında adam 30 yaşlarını xatırladır. Çünki o özünə izin vermir qocalmağa. Zamanı dəyişdi. Qocalıq əslində repressiya olunur. Bu ayrı bir məsələ ki, qocalar indi artıq insanların həyatından da çıxır. Ayrıca, məsələn, Qərbdə baxsaq, qocalar evi çox populyar oldu. Ailələrdə nuklear olur. Uşaqlar demək olar ki, baba, nənə görmürlər. Ancaq ata-ana və uşaq ailə tipi vardır, o da əgər varsa. Və yaşlıların həyatımızda ağsaqqalların iştirakı yoxdur. Ağsaqqalsa ölümü təmsil edir. Bizdə məsələn gəlirlər Azərbaycana, hələ heyrət edirlər ki, sizdə metroda, avtobusda ağsaqqallara yer verirlər. Ağsaqqala yer vermək ölümə hörmət əlamətidir. Ölümə bir salam vermək deməkdir. Və bu mədəniyyətin içərisində olduğu dərəcədə o mədəniyyət daha sağlam olur. Biz isə indi yaşayırıq özümüzün virtual mağaralarımızda, oradan bayıra da çıxmırıq, dünyanı da görmürük, sərhəddimizə də zikr eləmirik. Bir açımdan ölüm həm də bizim sərhəddimizdir. İnsan sərhəddinə zikr eləyəndə onun adekvatlığı artır. Yəni azı məsələn baxır ki, o harada bitir də, bitəcəyi yerinə baxanda onun adekvatlığı artır, hərəkətləri daha anlamlı olur. Məsələn, tutalım ki, nəsə bir şey eləyəcək, fikirləşir onu ölümün fonunda. Mən öləcəm. Mən bu şey eləyəcəm, bunu bir dəyər kəsb eləyirmi? Məsələn, Axilles də çalışırdı elə bir şey eləsin ki, ölümün qarşılığında dəyər kəsb eləsin. Ölümlə birlikdə ölməsin bu işdə. Bəzi adamlar çox dərinləşəndə fərqinə varırlar ki, ölümün yanında sönməyəcək bir şey varsa, o da insanlıqdır. O da mənəviyyatdır, o da xeyirxahlıqdır. Olacaq bir xeyir əməl, çıraq kimi yanacaq, günəş kimi və sönməyəcək ölümün qaranlığı qarşısında. Bunu dərk eləyəndən sonra insanın həyatında mənəviyyat başlayır. Əslində bir mənəvi intibahı tətikləyən bir məqamdır həm də ki, bu ölümün zikri və insanlar bunu özlərindən uzaq tutarlar indi. Ölüm deyəndə qulaqlara vurmuşum deyirlər, nə bilim, xatırlamaq inan, gələr. Amma məsələn, bilirsiniz ki, sufilər bəziləri gedib qəbir qazırdılar, gündə 5-6 saat uzanırlar o qəbrin içində ki, ölümü yaxınlaşdıra bilsinlər özlərinə. Çünki qaçır adamdan, adam özü də qaçır ondan. Burada görəsən, müasir cəmiyyətin, müasir anlayışının, bəlkə də kapitalizmin təsirlərindən danışmaq olarmış müəllim. Yəni, insanları sanki siz əbədi yaşayacaqsınız. İstismar İstehlak alışqanlıqlarını artırmaq. Bəzən ölümü xatırlayan insan, düşünən insan başlayacaq özü haqqında düşünməyə, özünü inkişaf elətdirməyə, dediyiniz kimi xeyirxah işlər görməyə, insanlara faydalı olmağa, bu dünyada iz qoymağa, buna çalışacaq. Ölümü xatırlamayan insan mütəmadiyyən istehlak etməyə çalışacaq, bu dünyadan daha çox yapışacaq, bu dünyanın nemətlərindən daha çox əldə eləməyə çalışacaq. Bir baxıma kapitalizm də sizcə bunu tətikləmirmi, bu insanın bu duyğusunu? Kapitalizmdə, həmişə də cəmiyyətdə bir iblisanə bir şey var da, xətt var həmişə cəmiyyətdə. Bir Allahın xətti var, cəmiyyətdə bir şeytan xətti var. Və o xətt də həmişə var. Bunların dialektikası bizim həyatımızdır da sonuçta. Və o xətt də çalışır ki, insanları zəif salsın, istismar eləsin. Ölümü xatırlamamaq fəlsəfəsi, tendensiyası insanları gücsüz buraxmaq üçündür. Çünki insan ölümü dərk eləyəndə, məsələn, Harriet Beecher Stowe'un bir Tom Dayının Koması romanı var. Orada quldarlıqdan, Amerikadakı olan quldarlıqdan həsr olunur. Bir ağ dərli qız qaçır orada plantasiyadan və onun bir qara dərli dostu olur, Tom dayı. Onu tutub döyürlər ki, desin qızın yerini. O da deyir ki, sizin dəyənəkləriniz ancaq mənim bədənimə çatır. Siz mənim ürəyimə toxuna bilməzsiniz. İnsanın ölümdən güclü olması məqamı. Yəni, bu adamlar nə edə bilərlər sənə? Uzaqbaşı səni öldürə bilərlər də. Amma sən ölümdən güclü bir məqam tanıyırsansa, ölümü dərk eləmisənsə, sənə manipulyasiya edə bilməyəcəklər. Ona görə ölümün dərki, ölümü özünə yaxınlaşdırmaq adamı azad edir. Azad adamların sayı ona görə azdır. Biz indi sanki köləlik dövründə yaşamırıq da, köləlik tarixin arxa səhifələrində qaldı. Amma bir mənada insanlar indi az kölə deyirlər. Dediyiniz kimi istehlakçılığın köləsidirlər, ondan sonra arzularının köləsidirlər, ölüm qorxusunun köləsidirlər. Amma qədimdə adamlar ölümə zikr eləməklə o azadlığı əldə edirdilər. Çünki yalnız ölümlə barışaraq, ölümə yaxınlaşaraq, ölümü qəbul edən adam artıq manipulyasiyanın fövqündədir. Sən ona nə edə bilərsən? O bilir ki, o öləcək onsuz da, ya tez ya gec. Sən ona əbədiyyət bəxş eləyə bilməzsən, onun bu barədə heç bir illüziyası yoxdur. O səndən eşidə istəmir. Məsələn, məşhur bir söhbətdir, Diogen bir dəfə dəniz qırağında özünü günə verirmiş. Makedoniyalı İskəndər səhabələri ilə gəlir onun yanına. Deyir ki, filosof yerindən qalxmır. Ona da çox xoş gəlir. Aristotelin tələbəsi idi, çox ağıllı imperator idi.
Deyir, mən bu böyük filosof üçün nə edə bilərəm? O da belə baxır ona, deyir, biraz belə çəkil, günün qabağını tutursan. Kölgə etmə bəsdir. Bu Diogenin gücü hardandır? Məsələn, ətrafındakılar gülürlər bu Diogenə ki, buna bax, cındırından cin ürkür imperatorla danışmağına bax. Aleksandr Makedonski isə dönüb deyir ki, səsinizi kəsin. Mən Aleksandr olmasaydım, Diogen olmaq istəyərdim. O başa düşür ki, o da bir imperatorluqdur. Ölümünü dərk eləmiş, özünə qalib gəlmiş. Heç bir şey istəməyən adam öz taxtında oturmuş bir imperatordur. Çox azad bir insandır. Bu dəyərlər indi də aktualdır. Bu sadəcə bunları söyləmək lazımdır.